Hörmətli tədbir iştirakçıları, icazə verin tədbirimizi açıq hörmət etməmişdən qabaq Azərbaycan xalqının ulu öndəri və Azərbaycan torpağı müstəqillik yolunda şəhid olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yaradır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, bugünkü tədbirimizdə Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, bələdiyyələrin inkişafına yardım İctimai Birliyinin rəhbəri Niyaməddin Orduxanlı iştirak edir. Xoş gəldiniz cəmaət. Bu layihə Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyi tərəfindən müəyyənləşdirdiyi birlikdir. Bu layihə bələdiyyələrin aktlarının təhlili sahəsində qanunvericiliyin izahadır. Buyurun Niyaməddin müəllim. Təşəkkür edirəm, hörmətli Nəsib müəllim, əyləşin. Mən də bir də hər birinizi salamlayıram. Hörmətli Nəsib müəllimin qeyd etdiyi kimi əlavə məlumatlar da vermək istəyirəm. Biz uzun müddətdir həm bir böyük bir partiyada, mən şəxsən hörmətli Qüdrət Əsərbuliyevin rəhbərlik etdiyi partiyada, Ət Partiyasında baş katibəm, həm də paralel olaraq 20 ildən artıqdır ki, Vətəndaş Cəmiyyəti İnstitutunda Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin rəhbəri kimi fəaliyyət göstərirəm və uzun müddətdə yəqin ki, bəziləriniz fikirləşirsiniz ki, bu yoldaşı hardansa tanıyırdıq, xatırlayamırsınız. Mən uzun müddət Lider televiziyasında Sərdar Pulusunun aparıcısı olmuşam, siyasi verilişiydi. Ölkənin ictimai siyasətində aktiv bir siyasətçilərdən biriyəm. Bir ərzində bizim layihələr icra olunur. Keçən ilki layihəmiz Xətai rayonuna hədət etmişdi. Bu dəfə də Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi bir layihədir və bu səfər Suraxanı rayonunda bu tədbiri keçirmək niyyətindəyik. Və ilk olaraq təbii ki, mən burada özümə vacib bilirəm Suraxanı rayonunun hörmətli icra başçısı Adil Əliyev cənablarına təşkilatımızın adından təşəkkürümüzü bildiririk. Hörmətli Nəsib müəllimə dərin təşəkkürümüzü bildiririk. Sizlərin hər birinizə dərin minnətdarlığımızı bildiririk. Vaxt ayırmışsınız, belə bir gözəl şərait yaratmışsınız. Biz bugünkü bu Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə haqqında bələdiyyələrə və onun rəhbərliyinə, sədr müavinlərinə, xüsusən bələdiyyə qulluqçularına, bələdiyyə vergi işçilərinə, mühasibata ətraflı məlumat verək. Bir daha təşəkkür edirəm bu tədbiri təşkil etdiyinizə görə. Biz uzun müddətdir bələdiyyələrdə, yeri gəlmişkən bir əlavə məlumat da verim. Məni siz həm də özünüzün bir kollegiyası hesab edə bilərsiniz. Çünki mən 99-cu ildə Azərbaycanda 21 yaşlı ən gənc bələdiyyə üzvü seçilmişəm. Ardıcıl 5 dəfə, 25 il bələdiyyədə təmsil olunmuşam, bələdiyyə rəhbəri olmuşam. Yəni bir sözlə bu institut mənim üçün o qədər doğma, əzizdir. Bu institutun, bu regional, deyək ki, yerli özünü idarə etmə orqanının bütün problemlərini yaxından bilən birisiyəm. Baxmayaraq ki, həm siyasətçiyəm, həm təşkilat rəhbəriyəm və qeyd etdiyim kimi 25 il Abşeron rayonundan bələdiyyə rəhbəri olmaq, ardıcıl seçilmək də bu sahədə kifayət qədər problemlərin, uğurların yəni geniş əhatəsini mən özümdə görürəm və ona görə də qeyd etmək istəyirəm ki, bilin ki, mən də sizlərdən biriyəm, kollegiyasam. Birinci növbədə bizim təşkilat hesab edir ki, Azərbaycanda Bələdiyyə İnstitutu bugün çox az səlahiyyət sahibidir. Geniş, böyük imkanlara malik deyil. Düşünürük ki, bələdiyyələr böyük səlahiyyətlərə, geniş imkanlara malik olmalıdır. Bunun üçün vacib, önəmli addımlar həyata keçirilir. Təbii ki, birbaşa Azərbaycanda, yəni bu sahədə Milli Məclisdə, qanunvericilik orqanında bələdiyyənin fəaliyyəti istiqamətində qanunlar qəbul olunur. 100% tam əminəm ki, bu bələdiyyə də həmin qanunlar əsasında fəaliyyət göstərir, yəni vətəndaşlarla münasibəti ümumi tənzimləməli, məhz qanunla həyata keçirilir. Əslində, qanun nəyə görə yaranır? Vətəndaşın yaxşı yaşaması üçün əməl güzəşləşmə prosesi həyata keçirilir.
Çünki müəyyən problemlər yaranırdı, müəyyən nöqsanlar var idi və onlar gəldi, oldu 1700 bələdiyyə birləşdirildi, 1000 bələdiyyə aradan çıxdı və ortada 1700 bələdiyyə bir müddət keçəndən sonra axır bu sahədə gördülər ki, daha yüksək fəaliyyət istiqamətini qurmağa ehtiyac var. Cənab Prezident bununla bağlı sərəncam imzaladı. Həmin 1700 bələdiyyə artıq 685 bələdiyyəyə endirilibdir. Amma mən düşünürəm ki, hər zaman bu məsələdə mənim mətbuata, televiziyaya verdiyim müsahibələr də olurdu. Mən bir məsələni xüsusi qabardırdım ki, riyaziyyatda belə bir terim var. Toplananların yeri dəyişəndə cəm dəyişmir. Bələdiyyələr birləşdirilir, lap gözəl. Ancaq bunlara səlahiyyət vermək lazımdır. Bunlara geniş səlahiyyət vermək lazımdır. Bax, açıq ifadə edeyim. Bilirsiniz, bu idarə etmə sistemini tətbiq etmişiksə, bunların səlahiyyətini artırmaq lazımdır. Birinin icra nümayəndəsi kənd sovetində, belə deyək, evində desək. O da ona da gedir, o qarşılır ona, bu deyir, o baxır, onun üzərinə yönəldir, bu onun üzərinə yönəldir. Qardaş, belə olmaz ki. Sənin işıq idarəsidir, su idarəsidir, qaz təminatını bunlar keçirtməlidir. Bütün nicaha qədər bələdiyyələr həyata keçirilir. Böyük səlahiyyətləri var. Tutalım, hörmətli başkanımız Nəsim müəllim Türkiyədə getsin, bir bələdiyyə ilə bir dostluq əlaqələri qursun, müqavilə imzalasın, əməkdaşlıqla dair bir müqavilə aktı imzalasın. Orada Nəsim müəllimə böyük bir başkan kimi, böyük imkanlara malik, milyonları idarə edəcək vəsaitə malik bir başkan sədr kimi baxırlar. Amma soruşanda ki, burada rəsmən nə qədər əhalisi var bu qəsəbənin? 30 min. Rəsmi yoxsa qeyri-rəsmi? Qeyri-rəsmi 35 min. 40 min. 40 min bir qəsəbənin, mən vergi yığılımı buradadır da yəni ki. Soruşdum, deyəcək 10 min, 8 mindən 10 kimi utanırım heç soruşanlar. Ki, bu vəsait nə? 40 minlik əhalini necə idarə etməli? Bunun mövcud problemlərin aradan qaldırılması. Təbii ki, mən icra hakimiyyətinin rolunu böyük qiymətləndirir. Səlahiyyətləri kifayət qədər geniş deyil. Bu istiqamətdə düşünürük ki, gələcəkdə bələdiyyə səlahiyyətləri genişlənəcək. Ona çox ümid edirik. Bütün səlahiyyətlər bələdiyyədə cəmləşəcək və ən vacib bir məqam. Yazılıb ki, bələdiyyə vergisinin toplanmasından söhbət gedir, əmlak və torpaq vergisindən. Yalnız bizim çox hörmətli millət vəkillərimiz bu istiqamətdə mənim Milli Məclisdə də təşəbbüsüm olub, çıxışım olub, televiziya efirlərində də onlarla müzakirəmizdə bu məsələni qaldırmışam ki, xahiş edirəm, siz də təşəbbüs göstərin. Nədən söhbət gedir? Bakı şəhərində təxminən 500 mindən artıq qeyri-qanuni ev var. Düzdür, təxminən 3 nəfərdən götürsək, milyon yarım adam gedir. 600 min, 500 min qeyri-qanuni tikilən evlər ki var, torpaq həmin içində, torpağın üstündə tikib də, göylə tikilməyib ki. Qanunda yazılıb ki, yalnız bələdiyyə çıxarışı olduğu əmlakdan vergi ala bilər. Yaxşı, hörmətli millət vəkillərimiz, olmazmı ki, siz ora və əlavə edəsiniz ki, və yaxud da bələdiyyənin arasında istifadə etdiyi əmlakdan dövlət vergisi, bələdiyyə vergisi verməlidir. Axı, bu adam istifadə edir, yaşayır. Bir sıra hallarda vətəndaş, üzr istəyirəm, hamıya aid deyil, çox bilmişlik eləyir. Deyir, iş mənim çıxarışım yoxdur. Vergi işçisi gedir, 2 yaş kişi, özdə nədir onun rüsumu? 34 gün. Bilirəm. 30 manat, 20 manat, 16 manat bir il ərzində. Bununla necə büdcəsin, bununla necə əmək haqqı versin Nəsim müəllim, yaxud da digər bələdiyyələr. Deyir, çıxarışım yoxdur. Nəsim müəllim məcbur da əmlak komitəsinin reyestr xidmətinə daxil olar. Ora hər bir vətəndaş üçün 1 manat 50 qəpik pul ödəyər. Bu doğru deyil axı. Mən ona görə təşəbbüs göstərək ki, bizim təşkilat kimi. Bu məsələ qanunda öz əksini tapsın. 500 min sizin ərazidə tutalım, əlavə bir 1000 ev vergiyə cəlb olunsa, sizin nə qədər imkanlarınız artır? Dövlət büdcəsinin nə qədər imkanları artır? Bunu sənədləşdirmək lazımdır da. 7500-8000 təsərrüfatımız var. Bəli. Onun yarı tərəfi var, yarısı yoxdur. Görsün, siz təsəvvürün, biz üstün vergimiz nə qədərdir? Yığımımız ay ərzində. Ay ərzində olur, orta hesablanılır. Azı bir 30 min olan, o tam həyata keçirilmiş olur. 30 mindən müəyyən işləri həyata keçirilə bilər. Qəsəbə daxil işləri, müəyyən işlər, əməklarımıza təsir edə bilər. Valla mən bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Doğrudan fədakar insanlarsınız.
o cür insanların qarşısındayım. Əsəd müəllimin özünü də nəzərdə tuturam. Bu cür məsuliyyəti götürmək üzərinə bütün gələn, gedən hamı gəlir. Bələdiyyə sədri işlərdə, deyirəm, bələdiyyə sədri. Mən yaşamışam, nə olar? Mən görsün sizin elə bir içimizdən danışıram. Dəvə dedim də 25 il bu sayədən də çalışmışam. Mən düşünürəm ki, valla bu istiqamətdə vacib işləri həyata keçirmək lazımdır. İkinci bir vaciblik var. Bələdiyyə əmlakları var. Bunların aldı-satqısında yəqin ki, məlumatımız var. Əmlak komitəsi həyata keçirilir. Əmlak komitəsi ona görə bunu həyata keçirilir ki, deyək ki, 2007-ci ildən Hərrac komitəsi tərtib olunur və hər rayonda da bunu onlar icra edir. Tutal nəzərdə tutulur, bu bələdiyyənin, deməli, Bülbülə bələdiyyəsinin ərazisində bir torpaq sayəsinin sənədləşməsi. Vətəndaşındır, sizindir. Uzun müddət istifadə edib, qanuna görə də ona ilk olaraq ondan sənədləşdirmə aparmalısınız. Birinci növbədə bələdiyyənin adına çıxarış verir, əmlak komitəsi. Sonra çıxarışı verəndən sonra deyir ki, burada Bülbülədə, məsəl üçün, bir sotu olmalıdır 800 manat. Belə deyim, nəzərdə tutar, 800-900 min manat. Əmlak komitəsi bu qiyməti buyurur. Vətəndaş onun sotdur, gəlir 8 min, 7 min, 6 min deyək nə qədərsə. Hərrac komitəsində o qalib olur, gətirir onu vəsaiti köçürdür, çekini alır, aktını alır, gedir, verir əmlak komitəsindən çıxarışını alır. Əla, gözəl. Üstündən bir müddət keçir. Azərbaycan hüquq mühafizə orqanları həmin bələdiyyəyə cinayət işi açır. Belə faktlar var. Ki, yəni siz, deməli, onu 800 manata yox, burada bazar qiyməti 15 min. Niyə 15 min? Yox, 800 manat almışsınız. İndi bələdiyyə sədri, üzr istəyirəm, nətər desin ki, ay kişi, bax, bunu verən əmlak komitəsidir. Bu bələdiyyənin əmlakını o satıbdır, o veribdir, o təqdim edibdir. Mən kənardan müşahidə etmişəm, iştirakçıyam. Yəni, bax, dünyanın heç bir ölkəsində belə bir hal yoxdur da. Əmlak bələdiyyə məxsusdursa, bunun sahibi bu kişidir. Sizlər kollegadır. Bu 50+1 ilə keçən yerə yaxın o torpağın dəyəri neçə manatdır? Məsuliyyət də öz üzrə olacaq, büdcəmiz də artacaq və yaxud da qeyd etdiyim kimi o kommunal qiymətlərin həyata keçirilməsi. Yəni, bax, bu istiqamətdə bizim layihəmiz ona görə keçirilir ki, dövlət tərəfindən dəstəklənir ki, sizlərlə müzakirələr edək, söhbətlər edək, sizin təkliflərinizi alaq, sizin bu görüşünüz bütün ölkə mətbuatında, sosial şəbəkədə, böyük bir platformada yayınlanacaq. Yəni, tam səmimi deyirəm, yəni heç çəkinmədən səmimi bir söhbət edirik, fikirlərinizi, təkliflərinizi deyə bilərsiniz. Həm də bir siyasətçi olaraq istəyirəm bir ölkənin ictimai siyasəti ilə bağlı bir neçə dəqiqə fikirlərimi bildirim, əgər sizə maraqlıdırsa, yormuramsa sizi. Deməli, mən hər zaman bütün çıxışlarımda deyirəm, Cənab Prezident, Ali Baş Komandan Azərbaycan dövlətinə, Azərbaycan xalqına son 500 illik tarixində həyata elə bir addım atdı ki, 500 illik tariximizdə belə bir hadisə baş verməmişdir. Baxın, tarixçilər var, ziyalılarsınız hər biriniz, məndən də yaxşı bilirsiniz. Son 200 illikdə heç bir santim belə torpağımızı biz geri qaytara bilməmişdik. Bax, bu Azərbaycan Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin, Azərbaycan şəhidinin, Azərbaycan qazisinin, Azərbaycan veteranının, Azərbaycan dövlətini sevən vətəndaşların, xalqın hesabına əldə olurdu. Böyük bir uğurdur. İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırır. 100 illər, 1000 illər İlham Əliyevin adı bu tarixdə yaşayacaq ki, Qarabağı geri qaytardı. Özü də o Qarabağı ki, 30 il Rusiya kimi bir dövlət, dünyanın ikinci bir hərbi qüdrətinə malik, dünyanın birinci atom nüvəsinə sahib, 13 milyon kvadrat kilometr ərazisinə malik bir dövlət arxasında durmuşdur. 30 ildə Ermənistanı silahlandırırdı. İran adını Müsəlman İslam Respublikası elan etmiş. İran İslam Respublikası 30 ildə o Ermənistanı bütün sahələrdə Rusiyadan sonra ən çox dəstək verən Ermənistan idi, İran idi Ermənistanı dəstəkləyən. Silah, enerji, qaz təminatı, neft təminatı, Ohanyan səddini yəqin ki, məlumatınız var. Ermənistan üçün İran neçə
milyon ton üzr istəyirəm, pulsuz sementlə təmin edib, həmin Uhanyan səddini çəkmişdir. Bütün o erməni prezidentləri Sarkisyan da, Koçaryan da, hətta Paşinyan özü də öyünürdü, gəldi, Şuşada yallı gedirdi ki, Ermənistan, Qarabağ Ermənistandır, nöqtə. Onlar həmin idilər ki, İranın qurduğu Uhanyan səddini İlham Əliyev dağıda bilməyəcək. Azərbaycan ordusu onu aşa bilməyəcək. Azərbaycan Moskoviyası qoydayıq ərazimiz də, əhalimiz də, potensialımız da hər. Amma baxın İlham Əliyevin müdürüşlüyünə, İlham Əliyevin siyasətinə ki, Rusiya prezidentini bu məsələdə neytral saxladı. Və paralel olaraq ən dəhşətli fakt oydu ki, Cənab Prezident 20-ci ildə Amerika ilə, Qərb ilə, Avropa ölkələri ilə savaş aparırdı. Qarabağ torpağını azad etmək üçün Amerika bizi sanksiya ilə hədələyirdi. Konqresmenlər xatırlayın, həmin dövr 20-ci ildə müharibədə uğurlarımız ki, gəlirdi, arda-arda Azərbaycan ordusu, Azərbaycan generalı torpağı işğaldan azad edirdi. Baxmayaraq ki, 92-93-cü illərdə Azərbaycanın əlində Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var idi. Qeyri-şərtsiz Ermənistan ordusu Qarabağı tərk etməli. Bu qətnamələrə belə əhəmiyyət vermirdi. Yeri gəlmişlər, onu hər yerdə, bütün görüşlərdə də deyirəm. O dövrdə, 92-93-cü ildə təcavüzə məruz qalan Azərbaycan, 1 milyon qaçqın düşən Azərbaycan, 20% torpağı işğal olunan Azərbaycan, daşı-daş üstündə evi qalmayan küçələri, şəhərləri, qəsəbələri viran qalan Azərbaycan. Amma Amerika özünü dünyaya demokratiya carçısı, insan hüquqlarının təminatçısı kimi, ali dəyərləri özündə daşıyan bir dövlət kimi tanınan Amerika, təcavüzə məruz qalan Azərbaycana 9-7-ci düzəlişi tətbiq etməklə Azərbaycana sanksiya tətbiq etdi. Siz təsəvvür edirsiniz. Təcavüz edən Ermənistan qaldı kənar, ora müxtəlif təşkilatlar, qeyri-donor təşkilatlara, humanitar yardımdan onlara 100 milyonlarla dollar vəsait yardım etdilər. Amma bax, indi bugünkü durum üçün çox gözəl bir mübahisə edim. Rusiya ilə Ukraynanın 4 ildə müharibə edir. Rusiyaya sanksiya tətbiq edirlər. Ukraynanın ərazisini işğal etdiyinə görə. Təcavüzkarsan, beynəlxalq normaları pozmusan, BMT-nin aktlarını pozmusan, alqışlayırıq. Biz də təcavüzə məruz qalmış ölkəyi bilirik onun ağrısını, acısını. Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyirik. Yaxşı, elə bilin ki, bugün Amerika işğal edən Rusiyaya deyil, işğala məruz qalan Ukraynaya sanksiya tətbiq edir. O 9-7-ci düzəlişi Ukraynaya tətbiq edir də, edərsiniz. Niyə Rusiyaya edirsiniz? Çünki Rusiya işğalçıdır. O vaxtda da Ermənistan işğalçıydı da. Ukraynaya eləməzlər axı. Həmin o sanksiyaları neft almamaq, qaz, digər sanksiyalar Rusiyaya tətbiq olunur. Blokada vəziyyətini yanadır. Bax, mən onların, Amerikanın, Avropanın geri gəlmişkən, Avropa demişkən, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir bədnam bir qətnamə qəbul etdilər. Bir neçə gün bundan öncə, bəlkə də məlumatınız yoxdur, olmamış olmaz. Söhbət nədən gedir? Bunlar bizdən tələb edir ki, Qarabağda körpə uşağı qətlə yetirən Uhanyan, nə bilim, o birisilər, bu birisilər, Vardanyan, sonra artıq Aranyandır, nədir? Arayik, bunların hamısını dərhal azad edək. Həmin o Arayik Gəncədə mülki uşaqları qətlə yetirmədi. Nə qədər körpə uşağı valideynsiz, atasız, anasız həyatını əlindən aldı. Siz bax, belə bir təşkilatın dövlətdən hansı haqla Azərbaycan dövlətindən söhbət edir? Məsələn, tələb etmək hüquq ola bilər, haqqı ola bilər. Həmin Avropa Şurası idi ki, 92-ci ildə Xocalıda qətliam törədən Sarkisyan prezident kimi ayaq üstündə qarşıladılar, alqışladılar ki, Ermənistan prezidenti Sarkisyan aşmanın tədbirinə qatılır. Bax, dəhşətli buydu. Ona görə bax, belə bir dünya reallığı ilə üz-üzəyik. Qarşımızda böyük müharibələr gedir. İran müharibəsində, İran-Amerika-İsrail müharibəsində Cənab Prezidentin tutduğu mövqeyi çox böyük bir fədakarlıq hesabınadır, çox böyük əzmkarlıq hesabınadır, müdürük bir qərarlar hesabınadır, İsraillə dost olmaq. Bizə İran bəzi hallarda bizə ultimatum göndərir, bəzən üzr istəyirəm, molla başları çıxır ağızlarına gələni bizim prezident haqqında, siyasətçilərimiz haqqında, millət vəkilləri, partiya sədrləri haqqında danışırlar. Onların hər zaman cavabını da vermişik, bundan sonra da verəcəyik. Yaxşı, sən nə əsasla deyirsən ki, İsraillə siz niyə dostsuz, niyə müttəfiqlik? İsrail
dünyada müharibə etdiyimiz 20-ci ildə yeganə ölkə idi ki, Azərbaycanı ən müasir silahlarla təchiz edirdi. Amerika pulu ilə bizə belə verirdi. Avropa, Fransa pulu ilə belə vermirdi. Yaxşı, bəs sən necə müsəlman ölkəsisən ki, 30 ildir müsəlmanın körpəsinin başını kəsən, dərsini o lənət, nəydi o, balayan, uşağımızın dərsini soyub, üzvlüklərini həyata keçirdir. Qarabağda 1 milyon tək bildiyim qədəri ilə Ağdamda ermənilər mina bastırıb. Həmin o mina zavod Sovet dövründən Ermənistanda fəaliyyət göstərib. SSR-nin mina zavodu Ermənistanda olub. 30 ildir də yaralıblar, qruplar minadan söhbət gedir. Bir dənə Ağdama 1 milyon mina bastırılıbsa, siz təsəvvür edin, deyək ki, bunun bir minanın tank əleyhinə olsun və yaxud da piyada əleyhinə olsun, bunun $200 maya dəyər olur istehsalı üçün. Onu bastırdılarsa Ağdamda. Deməli, Azərbaycan dövləti bir dənə minanın çıxarılması üçün $2700 vəsait xərcləməlidir. O avadanlıq üçün, işçi qüvvəsi üçün, nə bilim, o tapmaq üçün, müəyyən heyvanlardan, itlərdən, nədənsə. Təsəvvür edirsiniz, 2700, 1 milyon Ağdama bastırdılar. Özdə ən dəhşətlisi, vacib olan məqam odur ki, həmin o mina xəritəsini Azərbaycana vermir Ermənistan. Həmin o beynəlxalq təşkilatlar niyə tələb etmir? 4 dənə, 5 dənə o hərbi cinayətkarı bizdən tələb edir. Vacib bilir. Bilirsiniz də, Cənab Prezident humanistlik nümayiş etdirdi. Neçə əskəri qaytardı, onlarla erməni əskərini qaytardı, verdi, əsirlər idi, hərbi əsirlər idi, terrorçular idi. İndi söhbət ondan gedir. Bax, belə bir vəziyyətdə həm də Cənab Prezident Azərbaycanın öz imkanları çərçivəsində Qarabağın quruculuğu istiqamətində işlər aparır. Son 5 illik azad olunub, 100 minə yaxın, təxminən 87 min bildiyim qədəri ilə vətəndaş öz evinə, özü də sıfırdan, hətta mənfidən qurulmuş, yaranmış o evlərə köçürülüb. Yəni 5 il ərzində bilirsiniz ki, hər il büdcədən təxminən 2-3 milyard manata yaxın, biraz da artıq Qarabağın quruculuğu istiqamətində böyük işlər həyata keçirilir. Erməni xalqı, Azərbaycan xalqına, dövlətinə son 30 ildə həcmi ölçülməyən səviyyədə ziyan vurub, həm maddi, həm maddi, həm mənəvi. Yəni, ona görə mən bir daha sonda hər birinizə təşəkkür edirəm ki, mənə belə bir gözəl şərait yaratdınız Nəsim müəllim. Sizə xüsusi olaraq burada rəhbərlikdə olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm ki, nəyə qədər maraqlı müzakirəmiz oldu. Bizim də burada iştirakımız, qeyd etdiyim kimi, vacib olan bələdiyyələrin geniş səlahiyyətə malik olması, vətəndaşlarla alnı açıq, yüksək səviyyədə onların probleminin həlli istiqamətində çətinlik çəkməməsidir. Bunun üçün sizlərə səlahiyyət lazımdır, imkanlar lazımdır. Bu istiqamətdə sizə uğurlar arzulayıram. Mən də bir fürsət bilim burada olmağımı, kiminsə müzakirəsi varsa, xahiş edirəm, təklifi varsa və yaxud da şəxsi problem ola bilər. Mən qeyd etdiyim kimi, hörmətli Qüdrət müəllimin millət vəkilidir, onun müaviniyəm. Ona müraciəti təqdim edə bilərik. Mən sizə sonda bir daha təşəkkür edirəm. Çox sağ olun ki, mənə belə vaxt ayırdınız. Təşəkkürlər. Sağ olun. Sağ olun, Niyamatın oğlum. Tədbirimizi həqiqətən də maraqlı keçdi. Geniş kitleye göre ve en yakın tarihimizi yeniden hatırlattığınıza göre size çok minnettarım. Bundan sonra da biz de belediye kurumu olarak, belediye organı olarak çalışacağız ki Müzəffər Ali Başkanlığından apardığı siyaseti yerlerde yaxşı layiqincə təmsil edək. Qəsəbə sakinlərinə layiqincə xidmət göstərək ki, belediye organlarının nüfuzu artsın, belediye organlarının nüfuzunun artımında az olsa bizlərin də əməyi görülsün. İnşallah. Mən məsələn, sonda çox vacib bir məqama da toxunmaq istəyirəm. Sizin bu çıxışınızda mən mərhum Prezident Milli Azadlıq Hərəkatının sədri, lideri olmuş eks-prezident Əbülfəz Elçibə ilə 99-cu ya 2000-ci ildə orada onun evində olan müzakirəmi, söhbətimi istəyirəm sizlərlə də bölüşüm. Mənə gəlir sizin üçün də çox maraqlı olacaq. Elçibəydən mən müsahibə götürməyə getmişdim və müsahibədən öncə bizim 4 iyun hadisələrinə toxunduq. 93-cü ildə Sürət Hüseynovun Rusiya tərəfindən törətdiyi qiyam. Mən bunu bu yaxınlarda Ulu Öndərin anadan olması ilə bağlı il dönümündə özümün sosial şəbəkə platformamda paylaşmışam. Mətbuat da bunu geniş yayıb.
Göndərərəm, baxarsınız. Oxumuşdunuz, eşq olsun. Adınız necə oldu? Natif. Natif müəllim, var olasınız. Təşəkkür edirəm yaxınıza görə. Deməli, Fəs Elçi bəy mənə dedi ki, Niyaməddin bəy 93-cü ildə Rusiya Azərbaycanı 4 istiqamətlərə bölmək istəyirdi. Şimaldan Çar Balakən Respublikası Əli-Ansüski. Orada Azərbaycanı Zaqatala, Çar Balakən ayırırdı. Cənubdan Talış Muğan Respublikası, təbii ki, dırnaq arası söhbət gedir. Əlikram Hümbətov və Kukasyan Qarabağda Qarabağın ayrılması və nəhayət 4-cü tərəf bölünməsi də Bakı Şamaxı quberniyası. Rusiyanın planı buydur. Azərbaycan 20-ci ildə işğal etdiyi ordu ilə, Rus ordusu ilə 93-cü ilin iyun ayında Azərbaycan yenidən Rus ordusunun işğalına məruz qalacaqdı, 4 hissəyə bölünəcəkdi və Milli Məclisdə oturan millət vəkillərinin böyük əksəriyyəti Rus qoşunlarının Azərbaycana yenidən qayıtmasını 20-ci ilin Əleyhdər Qarayevlərini düşünəyində o dövrün yenidən qayıtmasını imza atmışdılar. Bunu mənə Prezident Elçi bəy deyir. And olsun Allaha, bunu televiziyada demişəm, müəllim deyir, oxumuşam da. Dedi, bütün bunların qarşısını məhz Heydər Əliyev aldı. Azərbaycanda, Azərbaycan dövlətinin 4 yerə bölünməməsinin, yenidən Rus qoşunlarının Azərbaycana qayıtmamasının qarşısını məhz Heydər Əliyev aldı. O, Azərbaycan müstəqilliyini qorudu, 4 yerə bölünməsinin qarşısını aldı və ruhu şad olsun hər ikisinin. Heydər Əliyevin o uğurlu siyasəti nəticəsində ondan sonra ölkədə, hətta xatırlayırsınızsa, müxalifət silahlı idi. Hər müxalifətin özünün bir silahlı dəstələri var idi. Mənim 50 yaşım var, o dövrləri yəni, çox yaxşı bilirəm, özdə partiyanın rəhbərliyində təmsil olunmuşam. Yəni, o dövrlərdən 16 yaşından düz 34 ildə mən aktiv siyasi fəaliyyətdə, 24 ildə Qüdrət Həsənquliyev kimi böyük bir insanın, şəxsiyyətin, böyük bir partiyada baş katibəm, birinci müaviniyəm. Yəni, proseslərin içində olmuşam. O dövrdə həm ölkə daxilində sabitliyi həyata keçirmək, Rusiya ilə, Amerika ilə, nə bilim, digər sonra o neft kontraktlarının imzalanması, ölkədə sabitliyin təminatını həyata keçirmək, məhz Heydər Əliyevin sayəsində o siyasətin nəticəsi idi ki, sonradan onun davamçısı Cənab Prezident Azərbaycanın xalqına, dövlətinə bu cür uğurları qismət etdi. Ruhu şad olsun. Üzr istəyirəm, vacib indi bu məqamı da toxunulur ki... Buyurun, buyurun, davam edin. Niyaməddin müəllimə kiminsə sözü olar. Uğurlar arzu. Niyaməddin müəllim sizə də fəaliyyətinizdə uğurlar arzu edirəm. Təşəkkür qardaş. Ümidvaram ki, bu tədbirlər gələcəkdə bələdiyyə orqanlarının səlahiyyətində daha böyük imkanlar Bütün yaratacaq. mətbuat üzərində paylaşılacaq, sabah görəsiniz. Təxminən böyük bir saytlarda yayınlanacaq, sosial şəbəkələrdə paylaşılacaq, televiziya çəkilişi olacaq, internet devlərə yayılacaq. Sonra efirlərdə deputatlar olacaq. İndi sabah hörmətli Adi müəllimlə görüşümüz var. Dəvət edib məni. Rayondan bir nəfər nümayəndə verəcək, efirə çıxmaq üçün məsləhətləşəcəyik. Mənim sosial platformamda geniş izləyici kütləsi var, təvəssüarıq olmasın, 100 minlərlə izləyicim var mənim. Orada paylaşacağım özüm bunu, bu tədbiri də. Mən bir daha təşəkkür edirəm, var olun, yaxşı ki varsınız. Sizə də möhkəm can sağlığı arzulayıram. Ümid edirəm ki, Nəsim müəllim gələcəkdə sizin əmək haqqınızın artırılması məsələsinə də toxunar imkan daxilində işimizi qurar. Sizə də Nəsim müəllim fəaliyyətinizdə daha böyük uğurlar qazanmağı arzu edirəm. Var olun. Teşekkür ederim. Sağ olun. Sağ olun. Təşəkkür. Çok sağ olun.